Salam, kanalıma xoş gəlmisiniz. Deməli, bugün Xiaomi 14 Ultra telefonumuza gələn yeni bir güncəlləmə var. 3.05 güncəlləməsi gəlib, təbii ki. Mən bu güncəlləməni gözləyirdim, səbəbini də deyəcəm niyə. Telefonda burada gördüyünüz kimi böyük bir yenilik yoxdur. Yəni sistem kararlılığıdır. Bir də optimizasiya var. Bir də 2025 noyabr güncəlləməsidir ki, yəni Android-də olan açıqlıqları bağlamaqdan ötürüdür. Telefonda bir problem var idi ki, deməli telefonumuzun ana ekranında kilitlədikdən sonra bu güvənlik proqramı ki var, burada gördüyümüz. Bu nəsə bildiriş göstərirdi, amma heç bir şəkildə arxa fonda heç nə açıq. Arxa fonda bütün proqramlar açıqdır, lakin mən bu telefonun bütün bildirişlərini bağlamışam. Bağladığım halda yenə də ekranda bu görünürdü. Always on display-də. Bunun çəkilişini sizə Samsung telefonum var, ondan çəkmişəm. Videoya əlavə edəcəm, oradan baxa bilərsiniz. Problemin nə olduğunu heç bir şəkildə anlaya bilmədim. Nə qədər şeyə bağlasam da, açsam da düzəlmirdi. Amma telefonun proqramları açıb bağlamaqda optimizasiyası çox qəşəngdir. Həqiqətən də HyperOS 3 çox sürətləndirib telefonu. İsinməsi demək olar azalıb, pil tüketimi azalıb. Həqiqətən çox yaxşı vəziyyətdədir. İndi onu da güncəlləsəm, əgər nəsə problem yaranarsa, onu da sizə məlumat göstərəcəm. Çox sağ olun, təşəkkür edirəm. Kanala abunə olub like atmağı unutmayın. The 15 Pro Plus in black. The 15 Pro has a completely flat display, and the 15 Pro Plus has a subtle curve going all the way around the screen.